Bugün vaxtın içində bir çağırış var, bir səda var. Bugün sanki zaman insanın qarşısında dayanıb soruşur. Bəzən görürsən bir müəllim şagirdindən, bir ata övlad məsələsində ata öz övladından, bəzən görürsən ki, bir müdir öz işçisindən müəyyən hesab-kitab aparır, soru-sual edir. Sanki zaman bugün qarşımızda belə bir fikir obrazlaşdıraq ki, axı bu bizim ömrümüzdən, vaxtımızdan insanın ən böyük sərmayəsi onun vaxtıdır, onun zamanıdır. Bu gənclikdir. Bu necə nemət əldən getdiyini, bu saçı saqqalı ağaran müdrik ağsaqqallar bizdən daha yaxşı bilər.